Gələk ki, dünya çempionatındakı şərhimə. Azərbaycan telemekanında bir ilkə imza atdı CBC Sport və mən də onun bir parçası oldum. İlk xanım futbol şərhçisi, dünya çempionatını şərh edən ilk xanım futbol şərhçisi kimi tarixə düşdüm. Bundan əvvəl də mən ilk xanım futbol şərhçisi kimi, Azərbaycanın ilk xanım futbol şərhçisi kimi də tarixə düşmüşdüm. Həm üçüncü şərhçi kimi, xatırlayırsınızsa, 2015-ci ildə Neftçi Xəzər-Lənkəran qarşılaşmasında o zaman Doktor Ziya və Rüstəm Əfsərli ilə birgə çıxmışdım. Üçüncü şərhçi idim. Daha sonra isə artıq əsas şərhçi kimi həm xanımların oyununu şərh elədim, həm aşağı yaş qruplarının oyunlarını şərh eləyirdim. Amma əsas şərhçi kimi kişilərin oyununda məhz 2021-ci ildə Gündüz Abbaszadə ilə birgə oldum. Dünən də Curaçao Côte d'Ivoire qarşılaşmasında dünya çempionatını Azərbaycanda şərh eləyən bir xanım kimi tarixə düşdüm. Düzdür, mən özümü tərifləməyi sevmirəm. Əslində, hər zaman bunu qeyd edirəm ki, bircə ondan razıyam ki, özümdən narazıyam. Təbii ki, insan üzərində çalışmalıdır. İş varsa, ümumiyyətlə canlı yayım varsa, mütləq orada yanlışlar da, səhvlər də olacaq. Üstəlik buna yeni başlayan bir insandırsa, mütləq səhvlər qaçılmazdır. Tənqidlərdən əlbəttə ki, nəticə çıxarmaq yaxşı bir şeydir və üstəlik də yazdığınız təriflərə görə də sizə çoxlu təşəkkürlər.